Son illərdə energetik içkilərin istehlakı, xüsusilə də gənclər arasında nəzərə çarpacaq dərəcədə artıb. İsti havalarda isə bəzi insanlar bu məhsulları məhz sərinləşdirici içki kimi qəbul edir. Lakin bilməliyik ki, energetik içkilər adi sərinləşdirici içkilər deyil. Bu məhsulların tərkibində mərkəzi sistemini stimullaşdıran kofein, taurin, guarana, jenşen, inazitol, həmçinin B qrup vitaminləri və digər bitki mənşəli komponentlər ola bilər. Tərkibində bu cür komponentlərin olması səbəbindən energetik içkilərlə bağlı xüsusi tələblər müəyyən edilib. 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Alkoqollu içkilərlə birlikdə və ya qarışdırılaraq istifadə edilməməlidir. Yaşlılara, hamilə və südverən qadınlara, həmçinin diabet, ürək fəaliyyətinin pozuntusu, böyrək çatışmazlığı, hipertoniya, sinir oyanıqlığı, yuxusuzluq və metabolizm problemləri olan şəxslərə istifadəsi tövsiyə edilmir. Gündəlik 500 millidən çox istifadə olunması tövsiyə edilmir. İdman və fiziki aktivliyin əvvəlində, gedişində və ya sonunda istifadə edilməməlidir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq energetik içkilərin üzərində mütləq energetik içkisi yazısı yer almalıdır.